Salam əziz həmkarlar. Biz bugün öyrənirik şagird davranışının idarə olunması. Ümumilikcə şagird davranışının idarə olunması sosial öyrənmə nəzəriyyəsi. Əvvəlcə gəlin görək sosial öyrənmə nəzəriyyəsi nədir? Baxın, biz uşaq vaxtı, yəni hər bir uşaq vaxtı nə isə etmək istədikdə birinci onu müşahidə edir, daha sonra təkrarlamağa çalışır. Yəni onu tək başına heç kimi müşahidə etmədən yerinə yetirsə, biraz çox vaxt zaman alacaq. Yerinə yetirə bilər, amma vaxt alacaq. Yerinə yetirmək üçün ətrafındakıları müşahidə edib, daha sonra onu təkrarlamaqla daha tez yerinə yetirə bilər. Ümumilikcə biz bunu, məsələn, misal göstərə bilərik velosiped sürməyin üzərində. Şagirdlər, yəni uşaqlar velosiped sürməyi necə öyrənirlər? Ətraf mühitə baxırlar, müşahidə edirlər. Məsələn, pedal necə fırladılır, rul necə tutulur. Onu müşahidə etdikdən sonra öz hərəkətlərində təkrarlamağa çalışırlar. Yəni, yeni bacarıq və davranışın əldə edilməsində sosial mühitə baxır və onu təkrarlayır. Yeni bacarıq və davranış əldə olunmasında sosial mühitin vacib rolu var. Və bunu kim vurğulayır? Albert Bandura. Albert Bandura sosial mühitin vacibliyini xüsusilə vurğulayır. Buna görə də nəzəriyyə sosial öyrənmə nəzəriyyəsi adlandırılır. Sosial öyrənmə nəzəriyyəsinin əsasında müşahidə əsaslı öyrənmə durur. Banduraya görə sosial öyrənmə nəzəriyyəsinin əsasında müşahidə əsaslı öyrənmə durur. Ümumilikcə, yəni ətrafımızda davranış nümunələrinə diqqət yetirərək, bu davranışı təkrarlayaraq yeni bacarıqlar öyrənə bilər, yeni yanaşmalar və dəyərlər formalaşa bilər. Bunu Bandura tərəfindən söyləmişdi. Yəni, sosial öyrənmə nəzəriyyəsində öyrənmənin müşahidə, təqlid, modelləşdirmə yolu ilə baş verdiyini, motivasiya, emosiya kimi amillərdən təsirləndiyini irəli sürür. Yəni, Bandura deyir ki, insan başqalarının davranışını müşahidə və təqlid etməklə öyrənmənin baş verməsinə əsaslanır. Ümumilikcə, müşahidə əsaslı öyrənmə nədir? Müşahidə əsaslı öyrənmədə, yəni ətraf mühitə baxırsan, onu təkrarlayırsan. Məsələn, misal olaraq bunu ailə içini misal göstərə bilərik. Bir uşaq əgər ailədə valideynlər kobud danışırsa, biri-birinə kobud münasibət göstərirsə, biri-birini təhqir edirsə, mədəni formada, yəni kobud nalayiq sözlərdən istifadə edirsə, bu şagird də bunu, yəni bu uşaq da bunu ətraf mühitində təkrarlayır. Niyə məktəbdə müəllimlər şagirdlərə deyir ki, hər bir uşaq evin güzgüsüdür? Bunu nə mənada deyirlər? Yəni, uşaq evdə gördüyünü həyatda təqlid edir, təkrarlayır. Baxın, müşahidə əsaslı öyrənmə budur. Və ya məsələn, bir uşağın yanında ata çox siqaret çəkərsə, uşaq onu görür və sonda ona qarşı bir maraq yaranır. Gizlin olsa da bu atanın etdiyi hərəkəti təkrarlamağa çalışır. Baxın, müşahidə əsaslı öyrənmə budur. Yəni, müşahidə əsaslı öyrənmə elə bir modeldir ki, burada insan cəmiyyətdə başqalarının emosional ifadələrini, münasibətlərini, davranışlarını müşahidə etmək, modelləşdirmək yolu ilə bilik və bacarıq əldə edirlər. Ümumilikcə, əgər müşahidə əsaslı öyrənmədə bir yaxşı davranış gücləndirilərsə, necə gücləndirə bilərik? Mükafatlandırmaqla. Yəni, yaxşı bir davranışı mükafatlandırsaq, uşaq onu təkrarlamağa çalışacaq. Yəni, təkrarlama ehtimalı yüksək olacaq. Məsələn, bunu yenə evdən misal çəkə bilərik. Tutalım, bir valideynin evdə 2 övladı var. Biri balaca, biri böyük. Böyük olan evlad dərsdən gəldikdən sonra tapşırıqlarını işləyir, evə verilən tapşırıq dərslərini oxuyur, daha sonra həyətə çıxır.
və valideyn bu uşağı mükafatlandırarsa, yəni tərifləyərsə, hər hansı bir mükafat verərsə, bu balaca uşaq baxacaq ki, aha, valideyn bu uşaq bu hərəkətlərinə görə bu uşağı tərifləyir, mükafatlandırır. Başlayacaq balaca uşaq da evə gəldikdə tapşırıqları yerinə yetirməyə, daha sonra həyata çıxmağa ki, evdəkilər məsələn qardaşımı mükafatlandırdı. Qoy məni də sevsinlər, məni də mükafatlandırsınlar. Və ya belə deyə bilərik, məsələn, övlad dərsini oxumur, tapşırıqlarını yerinə yetirmir, valideyn ona bir cəza versə, yəni danlasa, bir cəza versə, digər uşaq fikirləşəcək ki, hə, mən dərslərimi yaxşı yerinə yetirim ki, məni də bu formada danlamasınlar, cəzalandırmasınlar. Yəni bax, bu müşahidə əsaslı öyrənmədə yaxşı bir davranışı gücləndirsək, mükafatlandırsaq, uşaq başlayacaq onu təqlid etməyə. Pis bir davranışa da cəza versək, uşaq həmin təqlid etməyəcək, təkrarlamayacaq, ondan uzaqlaşmağa çalışacaq. Yəni bu onu göstərir ki, evdə olan müsbət rəy, mükafatlandırmaq önəmlidir. Bunun üçün Robert Bandura ümumilikcə müəyyən bir eksperiment aparmışdır. Buna görə də Bobo Doll oyuncağından istifadə etmişdi. Bu nədir? Baxın, müəyyən biri, məsələn, belə deyək də, lori dildə desək, 2 otaq seçmişdir. Birinci otaqda da Bobodol oyuncağı qoyulub, ikinci otaqda da Bobodol oyuncağı qoyulub. Sadəcə birinci otaqda Bobodol oyuncağına qarşı böyük bir şəxs uşağın yanında, yəni uşaqların yanında həmin oyuncağa qarşı fiziki güc göstərir, verbal güc göstərir, yəni təhqir edir, zorakılıq göstərir, belə deyək, vurur, döyür, yəni fiziki güc göstərir də oyuncağa qarşı. Bunu görən uşaq həmin oyuncağa qarşı olunan hərəkətləri başlayır təkrarlamağa. Amma ikinci otaqda ümumilikcə Bobodol oyuncağına yetkin bir şəxs görməməzlikdən gəlir. Bunu da görən uşaqlar eynən ikinci otaqda həmin o görməməzlikdən gəlirlər, yetkin şəxsə baxır, onlar da o oyuncağı görməməzlikdən gəlir. Yəni təcrübə bunu göstərir ki, insanlar başqalarının davranışını müşahidə edərək yeni davranış formalarını öyrənmiş olurlar. Və bundan əlavə Bandura araşdırma nəticəsində özünə inamı inkişaf etdirir. Yəni özümüzə nə qədər inansaq, bir o qədər irəliyə doğru gedə bilərik. Yəni özünə inam bizim həyatımıza çox müsbət təsir göstərir. Məsələn, mənim həyatım hər zaman yaxşı olacaq. Mən özünə inanıram ki, həyatım irəliyə doğru gedəcək, karyeramda yüksəliklər olacaq, mən bunu bacaracağam və bunu deməklə hər bir insan bacara bilər. Digəri bacarırsa, siz də bacara bilərsiniz. Ən başlıca hər bir şəxs özünə inanmalıdır. Özünü inanıb, özünü sevməlidir. Daha sonra ümumilikcə Bandura müşahidə əsaslı öyrənmənin 3 modelini müəyyənləşdirib. Canlı model, simvolik model, sözlü təlimat. Neçə model oldu? 3. Canlı model, simvolik model, sözlü təlimat. Canlı model nədir? Eynən bayaqdan danışdıqlarımız, digər insanları canlı olaraq müşahidə edib öyrənirik. Bu canlı modeldir. Və simvolik model nədir? Filmlər, televiziya, YouTube. Məsələn, baxın, misal olaraq bunu sizə uşaqlar, körpə uşaqlar olduqda, yəni körpə olduqda biz uşaqlara multfilmlər qoyuruq. Multfilmə baxırlar və onu təkrarlamağa çalışırlar. Həmin o multfilmləri xarici dildə qoysaz, məsələn, ingilis dili olsun, rus dili olsun, xarici dildə qoysaz uşaqlara dil öyrənməkdə müsbət dərəcədə köməklik edəcək. Yəni uşağın beyni o qədər təmizdir ki, gördüyünü təkrarlayır, gördüyünü öyrənir. Daha sonra burada sözlü təlimat var, yəni davranışla bağlı təlimat verilir və davranışla bağlı təlimata əsasən öyrənilir. Bu da olur sözlü təlimat. Ümumilikcə, başqalarının davranışını təkrarlamaq da özü 4 əsas şərtə bölünür. Bunlar hansıdır? Diqqət 1, saxlama 2, reproduksiya, yəni tətbiq etmək 3, bir də motivasiya 4. Diqqət nədir? Öyrənmək üçün, müşahidə etmək üçün çox diqqətli olmalıyıq. Yəni kimisə müşahidə ediriksə, diqqətlə onu müşahidə etməliyik. Yəni diqqətlə müşahidə edən zaman təkrarladıqda o bizim yadımızda daha yaxşı qalacaq. Eynən şagirdlərdə də. Bəs saxlama nədir?
Müşahidə olan davranışı yadda saxlamaq bacarığıdır. Yadda saxlamaq üçün nə etmək lazımdır? Bunu bir neçə dəfə təkrarlamaq lazımdır. Təkrarlamırsansa, yadında saxlaya bilməyəcəksən. Sonra gəlir tətbiq. Davranış nümunəsinə diqqət yetirdikdən sonra, gördüklərinizi qavrayıb yada saxladıqdan sonra bunları başlayırsınız davranışlarınıza tətbiq etməyə. Sonra gəlir motivasiya. Motivasiya nədir? Ümumilikcə, motivasiyada burada da gücləndirmədən bir də cəzalandırmanın mühüm rolu var həmin bu motivasiyada. Məsələn, yaxşı bir hərəkətləri, yaxşı bir davranışları biz gücləndiririksə, mükafatlandırırıqsa, o uşaqda ona qarşı həvəs yaranır, motivasiya yaranır ki, bu hərəkəti mən də edim. Yəni qoy məni də mükafatlandırsınlar, məni də tərifləsinlər. Pis davranışları cəzalandırırıqsa, yenə şagirddə motivasiya yaranır ki, pis davranışdan uzaq durum, yaxşı davranış edim ki, məni mükafatlandırsınlar, məni cəzalandırsınlar. Ümumilikcə bu, Albert Bandura sosial, yəni öyrənməyə aid biz əlavə nəyə deyə bilərik? Yəni müşahidə əsaslı öyrənməyə aid. Məsələn, evi yenə misal göstərə bilərik. Bir valideynlərin yanında, valideyn uşaqlarının yanında daha çox telefonla oynayarsa, uşaq gördüyünü təkrarlayacaq. O da telefona qarşı maraqlı olacaq, telefonla oynamağa çalışacaq. Amma valideyn uşağın yanında kitab oxumağa maraq göstərərsə və ya məsələn televiziyada tutalım yaxşı bir xarici dil öyrənməyə çalışarsa, YouTube-da xarici dil öyrənməyə çalışarsa, uşaq da valideyndən gördüyünü eynən təkrarlamağa çalışacaq. Yəni ona görə də hər bir şəxs övladının yanında düzgün davranmalıdır, kobud sözlərdən istifadə etməli deyil, nalayiq sözlərdən istifadə etməli deyil, davranışına, geyiminə, keçiminə fikir verməlidir. Telefonla çox vaxt keçirməkdənsə, kitabları sevib, kitablarla vaxt keçirməlidir. Və hər bir insan özünü sevib, özünə inanıb, özünə dəyər verməlidir. Bugünkü dərsimiz bu qədər.